Bəzən insan səhər yuxudan oyanır və hiss edir ki, üzünün bir tərəfi tərpənmir. Gülümsəyəndə bir tərəf qalxır, digər tərəf isə qalxmır. Göz tam bağlanmır. Bu vəziyyət çox vaxt üst sinirinin neyropatiyası, yəni üst sinirinin iltihabı zədələnməsi ilə bağlıdır. Üst siniri beynin dərin hissəsindən çıxır və üst əzələlərini idarə edir. Bəzən soyuqlama, virus infeksiyası və ya stres bu sinirin ətrafında şişkinlik yaradır və sinir sıxılır. Nəticədə sinir üst əzələlərinə siqnal ötürə bilmir və üzün bir tərəfi müvəqqəti olaraq zəifləyir. Bu zaman göz tam bağlanmaya bilər, ağız bir tərəfdən aşağı düşə bilər, dad hissi dəyişə bilər. Yaxşı xəbər odur ki, bu hal çox vaxt keçicidir. Düzgün müalicə, fizioterapiya ilə sinir bərpa olunur. Əksər insanlar bir neçə həftə və ya ay ərzində tam sağalır. Əgər üzünüzdə belə dəyişiklik hiss etmisinizsə, mütləq nevroloqa müraciət edin. Erkən müalicə sinirin tam bərpa olma şansını artırır.